Salam, bugün sizinlə birlikdə Zəkalar Hazırlıq Mərkəzində keçirilmiş buraxılış sınaq imtahanının ingilis dili suallarına baxacağıq. Gəlin 7-ci sualla başlayaq. 7-ci sualda bizdən düzgün safiksi, yəni düzgün şəkilçini seçməyimizi istəyir. Hər iki sözümüzə uyğun olan şəkilçimiz A variantında verilmişdir. Strengths and widths. 8-ci suala baxsaq, 8-ci sualda bizdən plural nouns, yəni cəm isimləri soruşur. Cəm isimləri tapmaq üçün bilirik ki, sonunda es, es şəkilçisi olan ya da ki, kökündən dəyişən isimlər ola bilər. Birinciyə baxırıq, fast food tək isimdir. Children, uşaqlar cəm isimdir və kökündən dəyişib. Üçüncüdə cəm isim yoxdur. Dördüncüdə impressions cəm isimdir və beşincidə adventures yenə cəm isimdir. Cavabımız olacaq 2, 4 və 5. 9-cu suala baxırıq. 9-cu sualda possessive case, yəni yəlik halı soruşur bizdən. Yəlik hal bilirik ki, s apostrof və apostrof s vasitəsilə düzəlirdi və özündən sonra birbaşa isim tələb edirdi. O vaxt sifət gələrdi ki, təyin edici funksiyasında çıxış etsin. İndi gəlin baxaq. A variantında usually isim deyil. B variantında left xəbərdir. C variantı doğru olacaq. People's life. People bilirik kökündən dəyişən isimdir və kökündən dəyişən isimlərin yəlik halı apostrof s vasitəsilə düzələcək. Bu doğru cavabımızdır. D variantında discover yenə feil olacaq və Y variantında biz bilirik ki, apostrof s əvəzlikləri artırılırsa bu yəlik hal deyil. Yeni də çıxacaq. Cavabımız olacaq C variantı. İndi isə gəlin 10-cu suala baxaq. 10-cu sualda yenə bizdən doğru variantı istəyir. Burada diqqət etməli olduğumuz şey artikeldir. Birinciyə baxsaq, burada söhbət fransızlardan gedir. Yəni milliyyətdən söhbət gedirsə, burada Z artikelından istifadə olunmalıydı. Ona görə birinci yanlışdır. İkincidə most qaydası xatırlayırıqsa, biz demişdik ki, özündən sonra birbaşa isim gələrsə, bu zaman heç bir artikel istifadə olunmayacaq. Lakin sifət gələrsə, bu zaman Z artikelından istifadə olunacaq, çünki sifətin üstünlük dərəcəsindən söhbət gedəcək. Və ikinci buna görə doğrudur. The most amazing, artıq burada sifət var. Sonra üçüncüyə baxsaq, last qaydasını xatırlayırıqsa, biz qeyd etmişdik ki, last əgər zaman bildirərsə, heç bir artikel istifadə olunmur. Last week, yəni ötən həftə zaman mənası kəsb etdiyinə görə 3-ü çıxacağıq, yanlışdır. Yenə dördüncüdə də ikinci ilə eynidir. Yəni mostdan sonra birbaşa isim gəldiyinə görə heç bir artikel yoxdur, 4-ü götürəcəyik. Beşinciyə baxsaq, yenə last olduğu qayda bunda da keçərlidir. Next zaman bildirdikdə heç bir artikel istifadə olunmayacaq. Burada istifadə olunub, ona görə götürmürük. Cavabımız olur 2, 4, B variantı. 11-ci sualda biz bilirik ki, language sözü gələrsə, Z artikel istifadə olunacaq, language sözü gəlməzsə olunmayacaq. A variantı çıxırıq, D-ni çıxdıq, Y-ni çıxdıq, C-ni çıxdıq. Qaldı cavabımız elə B variantı. 12-ci suala baxdıq. 12-ci sualda bizdən doğru əvəzliyi seçməyimizi istəyir. Birinci tərəfə baxsaq, görərik ki, söhbət 2 nəfərdən gedir. Yəni cəm əvəzliyi axtarmalıyıq. Ona görə də C-ni, D-ni və Y-ni çıxarıq. Qalırıq A və B variantlar arasında. İkinci tərəfə baxsaq, for nədir? Söz önüdür. Bilirik ki, söz önülərdən və xəbərlərdən sonra obyekt əvəzlikləri gəlir. Ona görə B-ni də çıxarıq. Cavab olacaq A variantı. 13-cü suala baxırıq. 13-cü sualda da yenə düzgün əvəzliyi seçməyimizi istəyir. Bring-dən sonra feil olduğuna görə nə gəlməlidir? Obyekt əvəzliyi gəlməlidir. Yəni A-nı və B-ni çıxdıq. İkinci tərəfdə isə müstəqil forma istəyir. Çünki heç bir isim yoxdur. Mübtəda rolunda çıxış edir. Yəni D-ni çıxacağıq. Y-ni də ona görə çıxırıq ki, zaten is xəbərimiz var. Bir də izə ehtiyac yoxdur. Cavab qalır C variantı. 14-cü sualda düzgün olanı seçməyimizi istəyir. Burada da kəmiyyət bildirən sözlərimizə baxmalıyıq. A lot of bilirik ki, özündən sonra cəm isim istəyir. Ona görə bunu götürəcəyik. Several özündən sonra cəm isim istəyir. 2-ni də götürəcəyik. Üçüncüdə few-dan sonra tək isim gəlməli deyil, cəm isim gəlməlidir. Ona görə 3-ü götürməyəcəyik. Dördüncüdə də yenə özündən sonra cəm isim istəyir. 2 s ilə bitənlər cəm deyil. Buna görə 4-ü çıxacağıq. Və 5-cidə enough-dan sonra patience tək isimdir, heç bir problem yoxdur, gələ bilər. 5-i də götürəcəyik. Cavabımız olacaq 1, 2 və 5 Y variantı. Daha sonra keçirik 15-ci suala. 15-ci sualda yenə bizdə kəmiyyət bildirən sözlər haqqındadır. Boşluqdan sonraki sözə baxırıq, cəm isimdir. Ona görə də A variantı sayıla bilməyəndir. C variantı sayıla bilməyən, D variantı a lot feillərlə istifadə olunacaq və Y variantında da only-dan sonra ya a few, ya a little, ya da some gəlməlidir. Yeni də çıxacaq. Cavab qalır B variantı. 16-cı sualda düzgün cümlə quruluşunu istəyir bizdən. Burada cavabımız olacaq D variantı və ingilis dilinin cümlə quruluşu burada gözlənilməlidir. Yəni mübtəda, xəbər, tamamlıq, yer zərfi, zaman zərfi, yəni bu ardıcılığa diqqət edərək cümləmizi qurmağımızı istəyirdi. 17-ci sualda sözlərin definitionlarını, yəni açıqlamasını yazmağımızı istəyirdi. Birincidə strange, A variantı unusual or surprising, qəribə, qeyri-adi, yad bu mənalara gələcək. Unique, being the only one of its kind, and single, only one, not more than one. Və cavabımız olacaq 1A, 2C və 3B. A variantı doğru cavab olacaq. 18-ci sualda yenə bizdən düzgün cavabı istəyir. Burada uzlaşmanı gözləməliyik. Elə cavabımız A variantı olacaq nəyə görə? These cəm əvəzlikdir və özündən sonra cəm isim kinds gəlib. Bu doğrudur. Və xəbərimiz də yenə cəmdə R verib. B variantında that tək əvəzlikdir, işarə əvəzliyi, amma nə gəlib? Animals cəm gəlib və R xəbərindən istifadə olunub. Sonra C-də də yenə həmçinin these drinks cəm verib. This-dən sonra tək gəlməlidir. D variantı da yenə those cəm əvəzlikdir. Mən tək isim verib. Men olmalıydı.
Y variantında da həmin qaydada those-dan sonra fruit tək gələ bilməzdi. Y variantında yanlış olacaq buna görə. 19-cu sualda bizdən uncountable nouns, yəni sayıla bilməyən isimləri istəyir. Biz variantlarda sayıla bilənləri çıxsaq, yerdə düzgün cavabımız qalacaq. A variantında istisnalarda biz bunu qeyd etmişdik. Impression mücərrəd olsa da sayılırdı. Daha sonra voice yenə də sayılacaq. Leaf yarpaq sayılacaq və sonuncu olaraq train qatar sayılacaq. Qalır D variantı information, honey and cream. 20-ci sualda yenə bizdən article seçməyimizi istəyir və Kanada ölkə adı olduğuna görə birinci boşluqda heç nə olmayacaq. İkinci tərəfdə independent country, müstəqil ölkə deyir. Yəni ölkə təksimi olduğuna görə və saitlə başladığına görə ən qoyacağıq. Və üçüncü tərəfdə Kanadalılar milliyyətdən söhbət getdiyinə görə də yenə Z artiklından istifadə edəcəyik. 21-ci sualda bizdən yenə kəmiyyət bildirən sözlərimizlə bağlı bir sualdır. A variantında FU-dan sonra cəm isim gəlməlidir. A variantı doğrudur. B variantında many-dən sonra cəm isim gəlməlidir, amma tək verib yanlışdır. C variantında FU-dan sonra cəm gəlməlidir. News sonu S-lə bitsə də sayıla bilməyən isimdir. D variantında a lot of-dan sonra sayıla bilən cəm, sayıla bilməyən isim gəlir və sayıla bilən olduğuna cəm verməliydi, amma tək verib. Y variantında da FU-dan sonra cəm isim gəlməlidir, amma bu sayılmır. Bunu da çıxdıq. Cavabımız olacaq A variantı. Və 21-ci sualımızda yenə bizdən doğru əvəzliyi seçməyimizi istəyir. Baxırıq ki, boşluqdan sonra bizim isimimiz var. Deməli, aslı forma olmalıdır. Buna görə də biz çıxacağıq theirs and them. Qalacağıq A, B, C variantında və daha sonra tərcüməyə baxmalıyıq. Some researchers can't prove discovers. Bəzi araşdırmaçılar, söhbət araşdırmaçılardan gedir, cəm isimdir. Ona görə təbii ki də cavabımız B olacaq. A ilə C-ni də çıxacağıq.